Şəmkir 9-cu, 10-cu əsrlərdə inkişaf edib, yəni bax bu şəhər salınıbdır. Amma nəzərə alsaq ki, ərəblərin Azərbaycanı fəth etdiyi dövrdə bu şəhər burada var idi. Və Şəmkir çayının üzərindən bir körpü vasitəsilə bura tək bir yol gəlirdi və həmin o yol vasitəsilə şəhərə daxil olanlar burada inanmazsız gömrükdən keçirdilər və məhz ondan sonra şəhər ərazisinə daxil ola bilirdilər. Çünki burada ticarət çox inkişaf eləmişdi. İnsanlar burada yerli sənətkarlar öz əl işləri ilə məşhur idi və əlbəttə ki, ərəb işğalından sonra şəhər dağıdılır. Qalanın inşasında əsasən Şəmkir çayından götürülmüş çaydaşları, işmiş kərpiç və iç hissəsi əsasən çiy kərpiçdən inşa edilibdir.